Salam, mən Daşqın Adgüzəlov. Bu gün sizə investisiyanın idarə edilməsi fənnindən investisiya anlayışı və investisiya fəaliyyətinin mahiyyəti mövzusunu izah edəcəyəm. Mövzumuz 5 sualdan ibarətdir. Birinci sual investisiyanın mahiyyəti və investisiya anlayışı. İkinci sual investisiyanın idarə edilməsinin əhəmiyyəti. Üçüncü sual investisiyaların xarakteri. Dördüncü sual investisiyanın təsnifləşdirilməsi, növləri və iqtisadi məzmunu, əsas prinsipləri. Beşinci sual investisiya fəaliyyətini hüquqi tənzimləyən normativ aktlar. Müasir şəraitdə təsərrüfat həyatının mühüm elementlərindən biri investisiya qoyuluşu hesab olunur. O, əsas kapitalın təkrar istehsalını və yeniləşdirilməsini təmin edir. İnvestisiya pul kapitalına və real kapitala olan yatırımdır. Bu yatırımlar pul, kredit, qiymətli kağız, həmçinin intellektual mülkiyyət formasında da ola bilər. Real kapitala investisiya əsas kapitalın təkrar istehsalına və yeniləşdirilməsinə yönəldilir. Ümumiyyətlə, investisiyalardan söhbət gedəndə əsasən bu investisiyalar nəzərdə tutulur. Pul kapitalına qoyulan investisiya maliyyə vəsaitlərinin kapital və qiymətli kağızlar şəklində yatırımıdır. Onlardan bir hissəsi dərhal, digər hissəsi isə sonradan real kapitala çevriləcək. Pul kapitalına investisiya bu ölkənin real kapitalına gələcəkdə investisiya üçün vəsaitdir ki, onların bir hissəsi dəyişməyə bilər. İnvestisiya həmçinin pul yatırmaqla onun dəyərini saxlamaq, artırmaq və ya gəlirliliyin təmin olunması üçün istifadə olunan alət kimi də dəyərləndirilir. Sərbəst pul kütləsi investisiya hesab edilmir. İnflyasiya nəticəsində nağd pul kütləsi heç bir gəlir gətirməyi təmin edə bilmədiyindən dəyərini itirə bilər. İnvestisiya qoyuluşlarının həyata keçirilməsinin zəruriliyi müxtəlif faktorlardan şərtləndirilə bilər. Bu faktorlar əsasən aşağıdakı 3 qrupa bölünür. Birinci, mövcud maddi-texniki bazanın yenilənməsi. İkinci, istehsal fəaliyyəti sferasının genişləndirilməsi. Üçüncü, yeni fəaliyyət növlərinin mənimsənilməsi. Ümumilikdə bu faktorlar ayrı-ayrılıqda spesifik xüsusiyyətlərə malik olsalar da, son nəticədə onlar istehsal fəaliyyətinin artan tələbatın ödənilməsi istiqamətində proporsionallığın təmin olunmasına imkan verir. Bizim ikinci sualımız investisiyanın idarə edilməsinin əhəmiyyətidir. İqtisadiyyatın gələcək inkişafı onun hansı sahəsinə vəsait qoyuluşundan asılıdır təbii ki. Milli gəlirin yığım fondunu artırmaqla istehsalın gələcək artımı da baş verir. Onun hesabına yaranan investisiyaların elə paylanması lazımdır ki, geniş təkrar istehsalın səmərəliliyi təmin olunsun. İnvestisiya həm ölkə daxilində, həm də ölkədən kənar mənfəət əldə etmək məqsədi ilə yeni müəssisənin yaradılması, fəaliyyətdə olan müəssisənin modernləşdirilməsi, yeni texnologiyaların mənimsənilməsinə yönəldilmiş fəaliyyəti xarakterizə edir. İnvestisiya qoyuluşları əsasən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir. Birinci, əsas fondların geniş təkrar istehsalına investisiya. Bunlara kapital qoyuluşu da deyilir ki, o da öz növbəsində bir neçə yerə bölünür. Tikinti xərcləri, bərpa xərcləri, montaj və s. aiddir. Növbəti dövriyyə fondlarına investisiyalar. Bunlara xammal, material və s. istiqamətində yönəldilən vəsaitlər daxildir. İnvestisiya xərcləri nəticəsində kapitalın məhsulun artımı, məşğulluğun təmin olunması deməkdir. İnkişaf etmiş ölkələrdə investisiya qoyuluşlarının xüsusi çəkisi 50-52% təşkil edir. Bu baxımdan hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi investisiya qoyuluşlarının xüsusi çəkisinə baxılaraq müəyyən edilir. İnvestisiya menecmenti daxilində investisiya fəaliyyətinə başqa tərif də verilir.
Onun məzmunu iki səbəbə görə ümumiləşdirilir. Birinci, vəsaitin investisiyalaşmasının mühüm istiqamətlərinin texniki iqtisadi əsaslandırılması. İkinci, maliyyə resursu ölçüsünün və onların cəlb olunmasının uyğun mənbələrinin əsaslandırılması. İnvestisiyaların xarakterinə və mülkiyyət formasına görə investorlar ayrılır. Birinci, individual investorlar, ikinci, institusional investorlar. İndividual investorlar öz vəsaitləri hesabına investisiya fəaliyyətini həyata keçirməklə öz maddi maraqlarını güdürlər. Yəni bütün investisiya fəaliyyətini öz vəsaiti hesabına həyata keçirirlər və əldə olunan gəliri özləri birbaşa əldə edir. Onlar malik olduqları sərbəst vəsaitdən istifadə etməklə əlavə gəlir götürmələrini başlıca amil kimi dəyərləndirirlər. İndividual investorlar öz kapitallarını müstəqil sürətdə idarə etməklə investisiya fəaliyyətini həyata keçirdikləri halda, institusional investorlar isə başqalarının vəsaitlərini idarə edirlər və onların vəsaitlərini idarə etdiklərinə görə müəyyən gəlir əldə edirlər. Biri, yəni individual öz vəsaiti hesabına, yəni öz vəsaitini idarə edir. İkinci, institusional investorlar isə başqalarının investisiya fəaliyyətini həyata keçirir və ondan vəsait əldə edir. Adətən xüsusi maliyyə institutlarının, yəni bankların, sığorta kampaniyalarının, xüsusi fondların, həmçinin bəzi hallarda fiziki şəxslərin təklifləri nəticəsində institusional investorların fəaliyyəti təşkil olunur. Yəni institusional investorlar öz kapitallarını cəlb olunmuş müştərilərdən və əmanətçilərdən formalaşdırırlar. Onların əsas fəaliyyəti qiymətli kağızlar bazarıdır. Eyni zamanda maddi investisiya fəaliyyəti ilə məşğul olan institusional investorlara rast gəlinir. İnvestisiyanın xüsusi əhəmiyyəti istehsalın perspektiv strukturunun formalaşdırılmasında və sosial məqsədlərin həyata keçirilməsində özünü göstərir. Belə ki, dövlətin həyata keçirdiyi investisiya siyasəti kapital qoyuluşlarının prioritet istiqamətlərini müəyyən edir. Məhz bu amil iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsində başlıca rol oynayır. Tədqiqə qabiliyyəti tələbin genişləndirilməsində həlledici rol oynayan investisiyaları Keynesə görə aşağıdakı yollarla ayırmaq olar. Birincisi, bankların və digər kredit təşkilatlarının kredit faizlərinin aşağı salınması vasitəsilə. İkincisi, dövlət xərclərini, yəni dövlət kapital qoyuluşlarını artırmaq və əmtəələrin dövlət tədarükünü genişləndirmək vasitəsilə. Üçüncüsü, kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi vasitəsilə. Ümumiyyətlə, investisiyalar müxtəlif kriteriyalara görə fərqləndirilir. Bu kriteriyalar arasında ən mühümləri onun kapitala yönəlməsinə görə, riskin səviyyəsinə görə, investisiya siklinin davam etməsinə görə və reallaşdırma formasına görə olanlar hesab olunur. Əsas kapitala istiqamətlənməsinə görə maddi, qeyri-maddi və maliyyə investisiyalarına bölünür. Reallaşdırılma formasına görə isə dövlət və şəxsi investisiyalara bölünür. Riskin səviyyəsinə görə etibarlı və riski, əsas kapitala istiqamətlənməsinə görə isə uzunmüddətli və qısa müddətli investisiyalara bölünür. İnvestisiya fəaliyyəti investorların Azərbaycan Respublikası ərazisində investisiya quruluşu ilə bağlı olan hərəkətlərin məcmusudur. İnvestisiya fəaliyyətində hüquqi bazanın formalaşması 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında dövlət investisiya fəaliyyəti haqqında qanunun rolunu xüsusi qeyd etmək lazımdır. Bundan başqa, investisiya fəaliyyəti sahəsində
Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, investisiya fondları haqqında, xarici investorların qorunması haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası qanunları bir sıra normativ sənədlər vasitəsilə tənzimlənir. Beləliklə, investisiyanı daha sadə dillə izah etsək, gələcəkdə daha çox gəlir və ya fayda əldə etmək məqsədi ilə indiki dövrdə maliyyə vəsaitlərinin və ya digər resursların müəyyən sahəyə yönəlməsidir. Bu yalnız pul yatırmaq anlamına gəlmir. Həm də vaxt, əmək, texnologiya, digər resursların istifadəsini də əhatə edə bilir. İnvestisiyanın əsas mahiyyəti bu gün müəyyən qədər vəsaitdən imtina edərək gələcəkdə daha böyük dəyər əldə etməkdir. Məsələn, bir şəxs bank hesabına pul saxlayaraq faiz qazana bilər. Bir şirkət isə yeni texnologiyaya sərmayə qoyaraq istehsal gücünü artırar. İnvestisiya həm fərdlər, həm də müəssisələr üçün vacibdir. Fərdlər üçün bu, gələcək maliyyə təhlükəsizliyini təmin etmək və həyat standartlarını yüksəltmək vasitəsidir. Müəssisələr üçün isə istehsalını genişləndirmək, yeni bazarlara çıxmaq və rəqabət qabiliyyətini yüksəltmək üçün əsas mexanizmdir. Dövlət səviyyəsində də investisiyalar ölkənin iqtisadi inkişafını sürətləndirir. İnfrastruktur layihələri, təhsil və səhiyyə sahələrinə yatırımlar uzunmüddətli sosial və iqtisadi faydalar gətirir. Əsas məqam ondan ibarətdir ki, investisiya risk daşıyır. Gözlənilən gəlir həmişə əldə edilmir. Bazar dəyişiklikləri, iqtisadi böhranlar və digər amillər yatırılan vəsaitin dəyərini azalda bilər. Eyni zamanda hər bir investisiya qərarı düşünülmüş şəkildə olmalıdır. İnvestisiyaya fərqli baxış bucağından yanaşsaq, onu deyə bilərik ki, onu yalnız maliyyə mənfəəti kimi deyil, həm də strateji qərar və inkişaf aləti kimi görmək lazımdır. Məsələn, vaxt investisiyası. İnsan müəyyən qədər bacarıqlar öyrənməyə vaxt ayırır. Qısa müddətdə bunun qarşılığını görməsə də, uzun müddətli dövrdə bu bilik ona daha yaxşı iş, yüksək maaş və ya daha sabit gəlir gətirə bilər. Sosial investisiya. Şirkətlər bəzən dərhal gəlir gətirməyən, lakin cəmiyyətin ehtiyaclarını qarşılamağa yönəlmiş layihələrə sərmayə qoyurlar. Bu birbaşa mənfəət verməsə də, marka dəyərini və müştəri etibarını artırır. Ekoloji investisiya. Ekoloji cəhətdən daha bahalı görünən texnologiyalar gələcəkdə həm xərcləri azaldar, həm də hüquqi və reputasiya risklərini aradan qaldıra bilər. Belə baxdıqda investisiya yalnız pul, faiz qazan deyil, həm də gələcəkdəki mövqeyimizi, imkanlarımızı və risklərimizi müəyyən edən bir seçimdir. Azərbaycanda son illərdə həyata keçirilmiş ən böyük investisiya layihələri əsasən enerji, nəqliyyat və infrastruktur sahələridir. Enerji sektorunda Cənub qaz dəhlizi Azərbaycan qazının Avropaya nəqlini təmin edən bu layihənin ümumi dəyəri 10 milyardlarla dollardır. Bu ölkənin ən strateji investisiya layihələrindən biridir. Şahdəniz qaz yatağı layihəsi BP və digər beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihə ölkəyə böyük həcmdə xarici investisiya gətirib çıxarmışdır. Nəqliyyat və logistika sahəsində də investisiya yatırımları həyata keçirilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu regional tranzit imkanlarını genişləndirən strateji layihədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsində ən iri yük limanlarından biri kimi ölkənin logistika mərkəzinə çevrilməsini hədəfləyir. Üçüncü, sosial və şəhərsalma sahəsinə gəldikdə isə
Bakı şəhərində infrastruktur yenilənməsi, yol, körpü, metro xətləri və hava limanının genişləndirilməsi, ağıllı kənd və ağıllı şəhər layihələri, Qarabağ bölgəsində işğal olunmuş ərazilərin yenidən qurulması üçün böyük həcmdə dövlət investisiya ayırır. Bərpa olunan enerjiyə gəldikdə isə xarici şirkətlər tərəfindən Qaradağ və digər bölgələrdə günəş və külək elektrik stansiyalarına 100 milyonlarla dollar dəyərində investisiya yatırımları həyata keçirilir. İnvestisiyanın vacibliyi ondan ibarətdir ki, o həm fərdi, həm də milli səviyyədə iqtisadi inkişafın və sabitliyin əsas hərəkətverici qüvvəsidir. Fərdi səviyyədə gələcək maliyyə təminatı, yəni insanlar pul və ya digər resurslarını investisiya edərək gələcəkdə daha sabit gəlir mənbəyi yaradır. Kapitalın dəyərinin qorunması. Pul sadəcə saxlanıldıqda investisiya nəticəsində dəyərini itirir. Lakin investisiya ona artırmağa imkan verir. Maliyyə müstəqilliyi. Müxtəlif investisiya alətləri vasitəsilə insanlar yalnız əmək gəlirinə bağlı qalmır. Şirkətlər üçün isə istehsalın genişləndirilməsi, müəssisələr yeni texnologiyalara və avadanlıqlara investisiya edərək məhsuldarlığı artırır. Rəqabət qabiliyyətinə gəldikdə isə innovasiya və bazar genişlənməsi üçün sərmayə qoymayan şirkətlər geri qalır. Dövlət və iqtisadiyyat üçün isə iqtisadi artım, investisiya yeni iş alətləri, yeni iş yerləri yaradır, istehsalı və ixracı artırır. İnfrastrukturun inkişafı, yollar, enerji, təhsil, səhiyyə kimi sahələrə qoyulan investisiyalar uzun müddətli sosial fayda gətirir. Xarici sərmayənin cəlbinə gəldikdə isə xaricdən gələn investisiyalar texnologiya transferinə və beynəlxalq əməkdaşlığa şərait yaradır. İnvestisiya ilə yanaşı innovasiya anlayışı da istifadə olunan əsas terminlərdən biridir. Belə ki, innovasiya mövcud prosesləri, məhsulları və ya xidmətləri daha yaxşı, daha səmərəli, daha faydalı etmək üçün tətbiq edilən yeni ideyalar, texnologiyalar və yanaşmalardır. O sadəcə ixtira deyil, əsas məqsəd iqtisadi və sosial dəyər yaratmaqdır. İnnovasiyanın əsas məqamlarına gəldikdə isə mövcud vəziyyəti yaxşılaşdırır və tamamilə yeni həll təqdim edir. İnnovasiyanın rəqabət üstünlüyü də vardır ki, şirkətlər innovativ olduqda bazarda daha dayanıqlı mövqe əldə edirlər. İqtisadi inkişafı sürətləndirir. Yeni texnologiyalar istehsalın gücünü və səmərəliliyini artırır. Cəmiyyətə təsir göstərir. Tibbi innovasiyalar insanların ömrünü uzadır, ekoloji texnologiyalar isə ətraf mühitin qorunmasına şərait yaradır. İnnovasiya ilə investisiya arasında birbaşa əlaqə vardır və bu əlaqə iqtisadi inkişaf, texnoloji tərəqqi və rəqabət qabiliyyətinin artırılması baxımından çox vacibdir. İnnovasiya və investisiya arasında əlaqə innovasiyaların maliyyələşdirilməsi üçün investisiya tələb olunur. Belə ki, yeni texnologiyaların, məhsulların və ya xidmətlərin yaradılması, tədqiqi və inkişafı böyük maliyyə resursları tələb edir. Bu resursları təmin edən əsas mənbə isə investisiyalardır. Yəni, innovasiya prosesləri investisiyasız mümkün deyil. İnvestisiya innovasiyaların tətbiqini sürətləndirir. Belə ki, innovasiya yalnız ideya səviyyəsində qalmaqla kifayətlənmir. Onu həyata keçirmək üçün istehsal, marketinq və satış kimi sahələrdə də investisiya lazımdır. Bu investisiyalar innovasiyaların bazara çıxmasını və geniş miqyasda tətbiqini təmin edir. İnnovasiya investisiyaların səmərəliliyini artırır. İnnovativ layihələrə qoyulan investisiyalar daha yüksək gəlir və rentabellik təmin edə bilər. Çünki innovasiya məhsul və xidmətlərin keyfiyyətini, istehsalın səmərəliliyini yüksəldir. Yeni bazar imkanları açır.
İnnovasiya investisiyanın riskini azalda bilər. Yeni və təkmilləşdirilmiş texnologiyalar, proseslər və idarəetmə üsulları investisiyanın uğur şansını artırır. Beləliklə, innovasiya risklərin idarə olunmasına və bazar şərtlərinə daha yaxşı adaptasiyasına kömək edir. İnnovasiya investisiya cəlb etməyi asanlaşdırır. Belə ki, innovativ şirkətlər və layihələr investorlar üçün daha cəlbedici olur. Çünki onlar gələcəkdə yüksək qazanc potensialı göstərirlər. Bu səbəbdən innovasiyaya yönəlmiş sahələrdə investisiya daha çox toplanır. Deyə bilərik ki, texnologiya sektorunda innovativ startaplar, yeni proqram təminatı və ya süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər investisiya almaqla məhsullarını inkişaf etdirir və onları bazara çıxarırlar. Bugünkü mövzumuz bu qədər. Sağ olun.